Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Ünal Üstəllə görüşüb. Görüşdə Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında bir sıra sahələrdə əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi, parlamentlər arası və siyasi partiyalar xətti ilə əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib. Humanitar sahədə, xüsusilə mədəniyyət və turizm istiqamətlərində əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın önəmi vurğulanaraq, Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunda təşkilatın fəaliyyətinə verdiyi töhfələr qeyd edilib. Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının vitse-prezidentinin görüşünün əhəmiyyətinə toxunulub. Tədbirin Türk Dövlətləri Təşkilatı çərçivəsində hökumətlərarası koordinasiyanın gücləndirilməsi və dövlət başçıları tərəfindən müəyyən edilən prioritet sahələr üzrə ortaq gündəliyin daha səmərəli şəkildə irəli aparılması baxımından önəmi vurğulanıb. Röya Bənəniyarlı, ATV Xəbər.